Uşaqlar, bugün mən sizə tərs trigonometrik funksiyalar mövzusuna aid olan çalışmalardan işləyəcəyəm. İndi gəlin baxaq birinci çalışmaya. Birinci çalışmada nedir? Deməli, sinus, arc, kosinus kökdə 3 böl 2. Şöyle mən bunu iki formada sizin üçün izahat verəcəyəm. Sonra hansı üsul gəldi yazacağım uşaqlar. Bax, buna fikir verin uşaqlar. Bu ne deməkdir? Bax, arc kosinus kökdə 3 böl 2. Yəni bucağı tapmaq lazımdır da. Bax, düzbucaqlı bir üçbucaq çəkirəm mən sizin üçün. Düzbucaqlı bir üçbucaq çəkirəm. Bax, söhbət bu bucaqdan aparırım. Bax, bu bucaqdan, alfa bucağından. Kosinus bilir ki, bitişik katetin hipotenuzu olan nisbətidir. Bitişik katet burada nədir? Kökdə 3. Hipotenuz nədir? 2. Yaxşı, bu katet nəyə bərabərdir? 2'nin kvadratı çıx kökdə 3. 1. Düzdürmü? İndi bizdən istəyir bu bucağın sinusunu. Deməli, bu bərabər olacaq. Bu bucağın sinusu nəyə bərabərdir? 1 bölünsün 2'yə. 1 bölünsün 2. Aydındır mı uşaqlar? Digər yolla deyim sizə. Bax, sinus, arc, kosinus kökdə 3 böl 2 bərabər. Bu bir alfadır da, düzdürmü? Bu bir alfadırsa, onda sinusu gəl belə yazaq. Kök altında bərabərdir. 1 çıxılsın kosinusun kvadratı arc kosinus kökdə 3 böl 2. O belə yazaq. Yine fikir verin. Bu bərabərdir. Kök altında 1 çıxılsın. Kosinus, bu da kosinusdur. Deməli, kökdə 3 böl 2'nin kvadratını verecek. Bunu verir bize. Bunun kvadratını. Aydındır mı? Her ikisi kosinus da, her ikisi sinüs de olsa, her ikisi tangens de olsa, her ikisi kotangens de olsa. Bak, bunu verecek bize. Aydındır mı? O da elir, kvadratı neçə elir? 4'də 3. Bu da bərabərdir. Kök altında 4'də 1. O da bərabərdir 2'də 1. Cevap oldu 2'də 1. Aydındır mı uşaqlar? Her iki variantda 2'də 1'dir. Mən borcumdur, bunları izahatını verim size. Sonra özünüz hansı üsuluna istəyirsiniz yazın. İkinci çalışmaya baxaq. Burada cevap hansıdır? 2'də 1 D variantıdır cevap uşaqlar. Bax, burada D variantıdır. İkinciyə baxaq. Arctangens mənfi 1. Arctangens mənfi 1 plus arc sinus kökdə 2 böl 2. Sonra minus arc kosinus mənfi 2'də 1. Bu ifadenin qiymətini tapacağım. Bərabərdir. Baxaq, tapağım bu ifadenin qiymətini. Arctangens mənfi 1. Bax, bu təyin olduğu aralıqları da yazıram. Bax, burada bu qiymətləri də yazıram. Hansı qiymətləri alır arctangens? Bax, mənfi pi böl 2 ilə pi böl 2 arasında. Aydındır mı? Aralıqda. Arcsinus alır deməli qiyməti pi böl 2 ilə mənfi pi böl 2 ilə. Pi böl 2 aralığında. Aralığında deyəndə parçasında. Aydındır mı? Bu parçada alır, bu aralıqdadır. Arcosinus isə 0 ilə pi arası. Alır, hər ikisini alır. Sinusla kosinus uşaqlar hər ikisini alır. Şimdi baxaq. Deməli, bu mənfi 1, ümumiyyətlə biri pi böl 4'də alır da. Mənfi 1 olacaq mənfi pi böl 4'də. Plus. Arcsinus kökdə 2 böl 2'dir. Pi böl 4. Minus. Bu, deməli 2'də 1'i alır. Pi böl 3'də. Mənfisini alacaq, pi çıxılsın pi böl 3'də. Bax, kosinus da pi'dən çıxmaq lazım. Bərabərdir. O da bərabərdir. Bunlar gedirlər. Bu ne versə odur da. Mənfi 3'də 2. Elədir mi? Mənfi 3'də 2. Deməli, burada cavab oldu necə? Mənfi 3'də 2 pi. Y variantında var uşaqlar. Sonra hesablamalarınızda özünüzə diqqətli olun uşaqlar. Üçüncü çalışmaya baxıram. Arc kosinus mənfi kökdə 3 böl 2 plus arcsinus 2'də 1. Sonra plus arctangens mənfi kökdə 3. Mənfi kökdə 3. Şimdi bu ifadəni hesablayaq uşaqlar. İfadenin qiymətini. Baxaq.
Bu 0 pi arasındadır qiyməti. Mənfi olduğuna görə pi'dən çıxacaq. Pi çıxılsın bərabərdir. Pi çıxılsın kökdə 3 bölü 2'ni bu pi bölü 6'da alır. Düzdürmü uşaqlar? Kosinüs pi bölü 6'da alır. Üstə gəl. Arcsinüs 2'də 1'i pi bölü 6'da alır. Sonra burada da üstə gəl. Mənfi kökdə 3'ü arctangensdir uşaqlar. Mənfi yazacaq qarşısına. Mənfi deməli kökdə 3'ü alır. Pi böl 3'də olacaq mənfi pi böl 3. Və belə bir cavab olacaq. Bunlar gedirlər. Pi'dən də pi böl 3'ü çıxacaq. Ne verir bizə? 3'də 2 pi. Cevap A variantı. Burada 3'də 2 pi. Sonra keçirəm deməli 4-cü çalışmaya. Baxaq 4-cü çalışmaya. 4-cü çalışma. Burada nedir? 2 arc kosinüs, 2 arc kosinüs mənfi 1 minus 3'də 1 arc kosinüs kökdə 2 böl 2 plus 2 arc kosinüs 0 bərabərdir. Bu ifadənin qiymətinə baxaq. Bərabərdir. 2 arc kosinüs mənfi 1'i alır pi'də. Mənfi atılmır qarşısına. Sadəcə olaraq pi yazılırdı. 0 pi'də alırdı. Aydınmı? Deməli mənfi 1'i pi'də alır. Çıxılsın. 3'də 1 kökdə 2 bölü 2'ni kosinüs alır. Pi böl 4'də. Sonra burada da üstə gəl. 0'ı alır. Pi böl 2'də. Aydınmı? 2 vurulsun. Pi böl 2. O da bərabərdir. Pi böl 2'də ona göre yazıram ki uşaqlar. Bu 0 pi arasında qiymət alır da. Aydınmı uşaqlar? Şimdi burada yazar 2 pi minus pi böl 12. Bir de üste gel pi. O da beraberdir. Bu neçə eləyir? 3 pi. 3 pi minus pi böl 12. Bu da eləyir 12'də 36'dan pi 35 pi. Cevap oldu 12'də 35 pi B variantı. B variantı. 5-ci çalışmaya baxaq. 2 arc tangens kökdə 3 bölünsün 5 plus arc kotangens kökdə 3 böl 5 ifadəsinin qiymətini tapın. Uşaqlar burada bax fikir verirsiniz, əvvəla kökdə 3 böl 5'i tapa bilməyəcək. Cədvəldən Bradis'in cədvəli var, oradan gələk tapaq təxmini. Burada biz bilirik ki arctangens A üstə gəl arc kotangens A pi bölü 2'ye bərabərdir. Aydınmı? Pi böl 2'ye bərabərdir. Ona göre de bu eləcək 2 vurulsun pi böl 2. Eləcə də arcsinüs A üstə gəl arc kosinüs A'da. O da pi bölü 2'ye bərabərdir. Bak bir dənə A'da kiçik nümunə deyim sizə. O yadınızda qalsın onu. Bak fikir verin. Tutar ki sinüs 2'də 1'i nə vaxt alır? 30 derece. Pi bölü 6'da düzdürmü? Kosinüs nə vaxt alır? Pi bölü 3'də. Pi bölü 6 üstə gəl pi bölü 3. Gördünüz qiymət eynidir. 2'də 1, 2'də 1. 90 derece. Və digər qiymətdən də sadəcə olaraq əmin olmağınıza görə, yadınızda saxlamağınıza görə deyirəm onu. Bu qayda ilə yazılır. Bu pi'dir cavab burada. 5 nömrədə cavab pi Y variantı. Sonra 6-cı çalışmaya da baxaq. 4 arc sinüs 3'də 1 üstə gəl. Deməli neçədir? Arc kosinüs 3'də 1. Və gördünüz mü uşaqlar? Bunu kosinüslə sinüs üçün də verib. Arc sinüs, arc kosinüs. Bu pi böl 2'dir uşaqlar. Bərabərdir. 4 vurulsun pi böl 2. O da bərabərdir neçə? 2 pi. Cevap orada 2 pi verəcək bizə. D variantı. 7-ci çalışma. Arc sinüs mənfi kökdə 3 böl 2 plus arc kosinüs mənfi kökdə 2 böl 2 plus arc tangens kökdə 3 böl 3. O da bərabərdir. Bu ifadənin qiymətini tapacaq uşaqlar. Baxaq.
Deməli bərabərdir. Kökdə 3 böl 2 arc sinusdur. Mənfi atacağım qarşısına. Çünki mənfi pi böl 2 ilə pi böl 2 arasındadır bunun qiyməti. Deməli kökdə 3 böl 2-ni alır bu pi böl 3'də. Mənfi pi böl 3'də kökdə 3 böl 2'dir. Mənfini də qabağa atmaq lazımdır. Sonra burada ne verir bize? Arc kosinüs. Üste gel. Burada kosinüste bilirik ki 0 pi arasında qiymət alır. Bu da ikinci rübə düşür. Ona göre bak pi'den çıxacaq. Kosinüste demişik de onu pi böl 4. Pi'den çıxmaq lazım mənfi olanda. Bu da artan genç kökdə 3 böl 3'dür. Müsbətdir. Bu da pi böl 6 verəcək bize uşaq. Aydın mı? Pi böl 6 30 derecede alır. Bərabərdir. Şimdi gel baxaq görək ne verəcək bizə. Bunlar deməli baxaq deməli pi böl 3 ilə mənfidir pi böl 6. Bu mənfi pi böl 6 verir bizə. Elədir 60 ilə 30 da. Bu da üstə gəl. Bunu da çıxanda 4'də 3 pi verdi bizə. Düzdürmü? 4'də 3 pi. O da bərabərdir. Məxrəcdə olacaq 12. 12 ise böyüdən kiçik çıxanda deməli 9 pi'dən pi'ni çıxacaq 8 pi. O da bərabərdir. Bunlar ixtisar gedir. 4 burada 4'e gedir. 2 burada qalır. 3 de burada qalır. Qalır 3'də 2 pi. 3'də 2 pi. Baxın görək düz hesablamışam onu. Bu neçə nömrəli idi? 7 nömrəli çalışmadır. Düz yok orada neyse səhv yazmışam. Hesablamışam aşağılar. Neyse səhv hesablamışam orada. Bu mənfidir. Burada yazmamışam axı. Deməli 12 pi olan 12 götürəndə bu 2 pi'dir. Bu da eləyir 9 pi. 7 pi qalır uşaqlar. 7 pi. Aydın mı? 7 pi. 12'de 7 pi'dir. İxtisar getmir. 12'də bərabər bunlar ixtisarda görmüşlər. Deməli yəni budur. 12'də 7 pi. Aydın mı? 9 pi'dən 2 pi'ni çıxıranda cavab budur. Orada hansı variant oldu? A variantı. A variantı. 8 nömrəli çalışmaya da baxaq. Arc kosinüs kökdə 3 böl 2 o da minus arc sinüs mənfi 2'də 1 plus arc tangens mənfi kökdə 3. O da çıxılsın. Ardıda var. Arc kotangens mənfi 1. O da bərabərdir. Yəni bunu qiymətini hesablayaq. Baxa görə eyni olanlar yoxdur. Yoxdur. Arc kosinüs kökdə 3 böl 2'ni pi böl 6'da alır. Aydın mı? 30 derecede alır. Çıxılsın. Arc sinüs mənfi 2'də 1'i. Burada mənfi atılacaq baba. 2'də 1'i pi böl 6'da alır. Mənfisini mənfidə alacaq da mənfi pi böl 6'da. Üstə gəl olacaq. Pi böl 6. Sonra arada orada çıxmaydı deyil mi? Bəli çıxmaydı. Sonra üstə gəl. Üstə gəl arc tangens. Arc tangens mənfi yazılacaq qarşısına. Aydın mı? Çünki mənfi pi böl 2 ilə pi böl 2 arasında qiymət alır. Deməli bu eləyəcək pi böl 3 ama mənfisi yazılacaq qarşısında. Mənfi pi böl 3. Bir də arc kotangens mənfi 1'i. Burada çıxılacaq uşaqlar. Çıxılsın. Deməli pi'dən çıxılacaq. Mənfi 1'i alır pi böl 4'də. Pi böl 4 çıxılacaq. Arc kotangens de orada. Bəli, arc kotangens. Bərabərdir. Bunlar hesablanacaq. Bu pi böl 3 eləyir. Aydın mı? Bu pi böl 3'dür. Düzdürmü? 30. Bunlar gedirlər. Burada qalır deməli mənfi 4'də 3 pi. Belə bir cavab aldım uşaqlar. 8 nömrəli çalışmada C variantı. Cavab orada oldu C variantı. Sonra keçək deməli 9 nömrəli çalışmaya. 9 nömrəli çalışmaya. Arc sinüs mənfi 2'də 1. Sonra üstə gəl arc kosinüs
Mənfi kökdə 2 böl 2. Sonra üstə gəl arktangens. Arktangens mənfi 1 və bir də üstə gəl. Üstə gəl. Deməli arktangens, bu da tangens. Hər ikisi tangensdir. Mənfi kökdə 3. Mənfi kökdə 3. İfadənin qiymətini tapacaq. Gəl baxaq görək. Deməli, baxın bircə dəqiqə düz yazıqları. Kosinus mənfi kökdə 2 bölü 2 arktangens, bəli, bərabərdir. İndi baxaq. Bu 2-də 1-i pi bölü 6'da alır, elədir mi? Amma mənfi atacağım qarşısına. Mənfi pi bölü 6 olur. Aydındır mı uşaqlar? Deməli, sonra arkosinusda. Arkosinusda üstə gəl, pi'dən çıxacağım. Pi'dən çıxacağım. Kökdə 2 bölü 2'nin nə vaxt alır? Pi bölü 4'də. Pi'dən pi bölü 4'ü çıxacağım. Üstə gəl. Üstə gəliyor. Arktangens gəl çıxmasını yazar. Çıxma gələcək burada. Mənfi 1 alır pi bölü 1'i alır pi bölü 4'də, amma mənfi atılacaq qarşısına. Pi bölü 4. Üstə bir də buna baxaq. Arktangensdə çıxma olacaq burada. Çünki kökdə 3'ü alır pi bölü 3'də. Amma mənfisini yazacağım. Çünki mənfi kökdə 3'dür. Pi bölü 3. O da bərabərdir. Bu hesablanmalıdır. Baxaq hesablayaq. Deməli, mənfi pi bölü 6 üstə gəl. Bu 4'də 3 pi elədir də, düzdürmü? Bu da çıxılsın pi bölü. Bu neçə elir? Yazar da pi bölü 4 çıxılsın pi bölü 3. O da bərabərdir. Deməli, kəsr xətti çəkək. 12. Bu eləyir mənfi 2 pi. Bu elədir üstə gəl. Neçə? 9 pi. 9 pi. Bu da eləyir 3 pi. Bu da çıxılsın 4 pi. O da bərabərdir. 0 elədi ki. 7 pi, 9 pi, 0 bölü 12, 0. Var mı orada 0? Bəli, A variantı. Cevap oldu A variantı. 10 nömrəli çalışmaydı baxaq. 10 nömrəli çalışmaydı. Burada nedir? Arksinus. Deməli, sinus 5'də 92 pi. 5'də ifadəsinin qiymətini tapın. Deməli, burada uşaqlar dəqiq götürüb o 5'də 92 pi'ni cavab kimi göstərmək düz deyil, uşaqlar. Aydınmı? Çünki nəzərdə tutmaq lazımdır ki, deməli, arksinus bu ifadə hansı aralıqda qiymətlər alır? Deməli, pi böl 2 ilə mənfisi ilə. Bir də pi böl 2. Bu parçada qiymət alır. Ona görə də bu ifadəni kiçiltmək lazımdır. Bu araya düşənini götürmək lazımdır. Aydınmı? Bax yazıram ark sinus. Bu da sinus. İndi gəl baxaq görək. Bunu necə yazarıq? 92'ni 5'e bölək də. 1, 18 pi. Üstə gəl 5'də 2 pi. Düzdürmü uşaqlar? Bərabərdir. Baxaq burada mötərizənin 2'dən olmalıdır. O da bərabərdir. Bərabərdir. Ark sinus. Bu da verir mənə sinus neçə? Və fikir verirsiniz. Bu 18 pi 2 pi'lərin mislidir də, düzdürmü? 2 pi'lərin mislidir. Bu da dövrdür. Sinus üçün dövrdür. Ona görə də çünki sinusun ən kiçik dövrü 2 pi'dir. Bunların özləri də dövrdür və ancaq ən kiçik 2 pi'ni qəbul edirlər ki, dövrüdür. 2 pi'nin misilləri də əlbəttə ki, burada ad dəyişməyəcək, olduğu kimi qalacaq. Bax 5'də 2 pi. O da bərabərdir. Arksinus sinus da bax bunu verəcək bizə. Sinus, arksinus bu da olsaydı yenə də bunu verəcəkdi bizə. Aydınmı? 5'də 2 pi. Cevap bax budur. 5'də 2 pi C variantı. Cevap C variantı. Sonra 11 nömrəli çalışmada. Ark kosinus, bir də kosinus. Deməli 9'da 37 pi. Bax burada da uşaqlar dərhal götürüb bunu cavab kimi götürmək olmaz. Ne üçün? Ona görə ki bu 0 pi, ark kosinus 0 pi arasında alır qiymət. Aydındır mı? Yine burada da uşaqlar
Fikir verin. Deməli bu nə verəcək mənə? Arc kosinus. Bu da kosinus kosinus. Bunu gəl belə yazaq. 9'a böləndə deməli 4 pi üstə gəl pi böl 9 verir bizə. O da bərabərdir. O da bərabərdir. Bu nə verəcək bizə? Deməli 4 pi dövrüdür də, düzdürmü? 2 pi'nin misilləridir. Ona görə də bu olduğu kimi qalacaq da arc kosinus, bu da kosinus neçə? 9'da pi. Cevap olacaq pi böl 9. Pi böl 9. Bax cevabı bu olacaq. D variantı. Cevap D variantı. 12 nömrəli çalışma. 12 nömrəli çalışmaya da baxaq. Burada nədir? Deməli kosinus arc sinus. Sinus kökdə 3 böl 2 plus kosinus arc kosinus mənfi 2'de 1. Bir de üste gel pi böl 3. Aydın mı? Pi böl 3. Ha, beraberdir. Baxaq. Bunu uşaqlar gəlin belə yazaq istəyirsiniz. Bunu bu qaydada yazaq. O əvvəl yazdığım formalarda da yaza bilərdik. Amma gəlin belə yazaq. Hazır bilirik də bu sinus. Sinus kökdə 3 böl 2 nədir? Bu nə verəcək bizə? Pi böl 3. Düzdürmü? Kosinus pi böl 3'də nəyə bərabərdir? 2'de 1. Qiyməti hazır qiyməti bilirik də bunlarda. Üstə gəl. İndi bax buna fikir ver. Mənfi 2'de 1'i nə vaxt alır arc kosinus? Kosinus alır 2'de 1'i. Belə olacaq. Kosinus. Bu 2'de 1'i alır pi böl 3'də. Amma mənfisini pi çıxılsın pi böl 3 olacaq. Bu da üstə gəl pi böl 3. O da bərabərdir. 2'de 1, o da üstə gəl. Bunlar gedirlər. Kosinus pi'də olur neçə? Mənfi 1. Mənfi 1. Mənfi 1 ilə 2'de 1'i də toplayanda eləyir mənfi 2'de 1. Cevap mənfi 2'de 1'dir. Neçəydi bu çalışma? 12. Y variantı. Cevap Y variantı. 13 nömrəli çalışmaydı. Sinus arc kosinus. Kökdə 3 böl 2. Kökdə 3 böl 2. Çıxılsın kosinus arc kosinus mənfi 2'de 1. Bir də üstə gəl pi böl 3. Bərabərdir. Mənfi 2'de 1 üstə gəl pi böl 3. O da bərabərdir. Gəlin bunlara da baxaq. Deməli burada necə olacaq? Kosinus kökdə 3 böl 2'ni alır pi böl 6'da. Pi böl 6'da sinus ise 2'de 1 olur. Pi böl 6'da. Bu pi böl 6'dır. Aydın mı? Sonra burada çıxılsın kosinus. Mənfi 2'de 1 üçün yazıram. Deməli 2'de 1'i alır pi böl 3'də pi çıxılsın pi böl 3. Aydın mı? Mənfisi var axı. Bu da üstə gəl neçə? Pi böl 3. Və belə. Aydın mı? Heç burada mənfini istəyirsiniz. Mötəzəni istəyirsiniz heç yazmayın. Bu da eləyir 2'de 1 çıxılsın. Kosinus pi böl 3'lər gedir. Burada da qalır nə? Deməli pi. Elədir mi? O da bərabərdir. Bu da eləyir 2'de 1. Burada üstə gəl olacaq. Çünki kosinus pi'də 1'ə bərabərdir. Mənfi 1'ə bərabərdir. Üstə gəl eləyəcək. Bu da eləyəcək 2'də 1 tam 2'de 1. 1 tam 2'de 1 C variantı. Cevap C variantıdır. 16 nömrəli çalışmaya da baxaq. 16. Deməli sinus 2'də 3 pi üstə gəl arc kosinus 3'də 2. Üstə gəl kosinus pi böl 2 minus arc sinus 7'də 3. O da bərabərdir. Şimdi burada uşaqlar gəl çevirmə düsturlarını tətbiq eləyək də. 2'də 3 pi 270 deməli 4-cü rübə düşür bu bucaq. 4-cü rübdə bu ad dəyişməlidir. Olur kosinus
Özdə dördüncü lübdə sinusun işarəsi mənfidir axı. Bir mənfi də atıram qarşısına. Olur arc kosinus 3'də 2. Sonra üstə gəl. Buradan da ad dəyişəcək. Sinus olacaq. Pi bölü 2'dən birinci lübə düşür bu bucağa. Birinci lübdə də kosinus müsbətdir. Ona görə olacaq arc sinus 7'də 3. Bu da bərabərdir. Bu verir mənə 3'də 2. Kosinus arc kosinusdur da mənfi 3'də 2. Bu da verəcək mənə sinus arc sinusdur 7'də 3. Bu da 7'də 3. O da bərabərdir. Orta məxrəcə gətirib 21 mənfi 14 üstə gəl 9. Bu da eləyir mənfi 21'də 5. 16 nömrəli çalışma B variantı. 17 nömrəli çalışmaya da baxaq. Kosinus arc tangens. Arc tangens. Arc tangens mənfi 2. Deməli mənfi 2. Bu ifadənin qiymətini hesablayacaq. Baxaq, bərabərdir. Burada kosinusdur, burada arc tangensdir. Gəl, belə bir bərabərliyimiz var. Bizim 1 böl kosinusun kvadratı alfa bərabərdir. Bir üstə gəl tangensin kvadratı alfaya bərabərdir. Düzdürmü uşaqlar? Buradan da kosinusun kvadratı nəyə bərabərdir? Kosinusun kvadratı alfa bərabərdir. 1 bölünsün, bir üstə gəl tangensin kvadratı alfa. İndi mən bu düsturdan istifadə edəcəyəm. Bərabərdir. Kosinusun əvəzinə, bax bunu yazacağım mən. Elə bil ki, kök altında 1 bölünsün, 1 üstə gəl. Deməli, tangensin kvadratı alfanın əvəzinə argumenti budur da, düzdürmü? Arc tangens mənfi 2. Bax bunu yazdım. O da bərabərdir. Beraber kök altında 1 bölünsün. 1 üstte gel tangens, burada da tangensdir. Kvadrat olduğunu göre mənfi 2'nin kvadratı. Ama böyle bir cevap alırım. 1 bölünsün kök altında 5. 1 böl kök altında 5 B variantı. Cevap oldu B variantı. 18 nömrəli çalışmaya da baxaq. Y bərabərdir. 2 üstə gəl 10 böl pi. Bir de arc sinus 4x minus 1. Funksiyasının qiymətlər çoxluğunu tapaq. Bu funksiyanın qiymətlər çoxluğunu istəyir bizdən. Gəl belə yazaq da. Arc sinus 4x minus 1 bilirik ki, uşaqlar, deməli mənfi pi böl 2 ilə pi böl 2 arasında qiymət alır. Düzdürmü? Bunu bilirik. Gəlin bu ifadəni alaq da bunun hər tərəfini 10 böl pi'yə vuraq. 10 böl pi'yə. Aydınmı? Burada 10 böl pi'dir axı. Deməli vuranda pi'lər gedir, qalır mənfi 5. O da kiçik bərabərdir. 10 bölünsün pi, bu ifadəni alırım artıq. Arc sinus 4x minus 1. O da kiçik bərabərdir. Buradan da pi'lər gedir, bu da 5. Bu da bu aralıqda qiymət alır. Bir də qalır bu 2'ni də əlavə eləyək. Onda 2 üstə gəl mənfi 5. Kiçik bərabərdir. 10 böl pi arc sinus 4x minus 1. O da kiçik bərabərdir. 5 üstə gəl 2'dir də. Elədim mi? 2'ni əlavə elədim də. Bəs bura niyə əlavə eləmədim? 2'ni. Buradan da alırım 10 böl pi üstə gəl arc sinus 4x minus 1 üstə gəl 2. Artıq bu yazılışı aldım mən burada. Şimdi bu sərhədlər nə versə o olacaq da yəqin ki də. Mənfi 3, bu da 7. Mənfi 3 ilə 7 var mı orada? Mənfi 3, bəli, D variantında var. Mənfi 3, bir də 7. Bəli, alır. Hər ikisini alır. Çünki bunları alırıq.
Cevap bu oldu. Neçə 18 nömrədə cevap D variantı. Cevap D variantı. Sonra 19'a da baxaq. 19 nömrəli çalışmaya da baxaq. Burada y bərabərdir 8 böl pi'dir. Arc kosinusdur. Arc kosinus 2x plus 7 minus 5. Deyək ki, funksiyanın qiymətlər çoxluğunu tapın. Burada da həmin ifadə. Deməli, arc kosinus 2x plus 7. Burada isə uşaqlar alır deməli 0 ilə pi'ni arasında qiymət alır. Aydındır mı uşaqlar? Burada da parçadır. Yine gəlin bu ifadəni alaq da. Buna hər tərəfini vururam 8 böl pi'yə. Bu edəcək 0 kiçik bərabərdir 8 böl pi arc kosinus 2x plus 7. O da kiçik bərabərdir. Pi'lər gedir 8. Şimdi burada çıxılsın 5'i də alaq da. Deməli hər tərəfindən 5'i çıxacaq. Arc kosinus 2x üstə gəl 7 çıxılsın 5. Artıq bu ifadəni aldım mən burada. Elədir mi? O da kiçikdir. 8 çıxılsın 5. Bu da 0 çıxılsın 5. Yəni o demək ki, hər tərəfinə mənfi 5 əlavə edilir. Bu elədir mənfi 5. Bu tərəfdə deməli kiçik bərabərdir yazaq. Deməli 8 böl pi. Bu da arc kosinus 2x üstə gəl 7 çıxılsın 5. O da kiçik bərabərdir. Burada bərabərliklər gəlir. Bu da 3. Deməli belə çıxır ki, mənfi 5 ilə 3 arasında da alır olarım. Hər ikisini alır. Kosinus alır 0 pi'ni. O da A variantı. Cevap oldu A variantı. İndi də 20 nömrəli çalışmaya baxaq. 20 nömrəli çalışmaya. Deyir ki, arc sinus A üstə gəl arc kosinus A. O da üstə gəl arc tangens A. Deyir ki, ifadənin ən kiçik qiymətini tap. Şimdi burada bu ifadədə görürük ki, arc sinus A'nın, arc kosinus A'nın bunun cəmi pi böl 2'dir. Bu aydın məsələdir. Aydın mı? A pi böl 2, pi böl 2. Üstə gəl arc tangens A. Burada qalır bu arc tangens haqqında müəyyən mühakimələr yürütmək. Bax, fikir verin. Sinusla kosinus mənfi 1 ilə 1 arasında. Aydın mı? Burada deməli bunların aldığı qiymətlər bu aradadır. Belə çıxır ki, A bu arada qiymət almalıdır da. Onda mənası var bunun. Aydın mı? Şimdi burada da bu parçada da ən kiçik qiymət mənfi 1'dir. Yaxşı, mənfi 1'i tangensinə vaxt alır. Tangensinə vaxt alır mənfi 1'i. Mənfi pi böl 4'də. Düzdürmü uşaqlar? Ona görə də bərabərdir. Bax, bunun qarşısında yazıram bərabərdir. Pi böl 2, o da üstə gəl mənfi pi böl 4. Bu deyilir pi böl 4. Deməli, onun ən kiçik qiyməti bax budur. Pi böl 4'dür uşaqlar. Cavab orada A variantıdır. Aydındır mı? Bax, buna görə deyək. Mənfi bir parçasında ki, A'nın qiyməti bu arada ki olmalıdır. Bu arada olmalıdır. Aydındır mı? Bu arada da ən kiçik qiymət mənfi 1'dir. Mənfi 1 də tangensinə vaxt alır. Mənfi pi böl 4'də. Keçək sonra 21 nömrəli çalışmaya. 21 nömrəli çalışmaya. Deməli, arc tangens x, arc tangens x, o da bərabərdir arc kosinus 5'də 4'ə. Bərabərliyindən x'i tapacaq. Bunu sırf trigonometri ilə də tapmaq olar. Gəlin belə yazaq bunu istəyirsiniz. Deməli, gəl belə yazaq. Düzbucaqlı üçbucaqdan istifadə edək. Düzbucaqlı üçbucaqdan. Bu kosinusdur. Bitişik katetin hipotenuza nisbətidir də. Düzdürmü? Bax, bu bucaqdır. Bax, bu bucaqdır uşaqlar. Alfa bucaqıdır. Aydındır mı? Alfa bucaqıdır. 4'ün 5'ə nisbətidir. Şimdi bu katet neye beraberdir? Kök altında 25'in kvadratı çık 4'ün kvadratı da. Bu da eləcək neçə? 3. Aydın mı? Fiqor üçlüydür də. Şimdi bizə bu bucağın tangensi neye beraberdir? X neye beraberdir?
3'ün 4'ə nisbətidir. Aydınmı? Deməli x nəyə bərabərdir? 3'ün 4'ə nisbətidir. Deməli x orada nəyə bərabər olacaq? 3'ün 4'ə nisbətində. Cavab orada B variantıdır uşaqlar. Trigonometriya ilə də yazmaq olur. Bu tərəfində də tangents yazın, bu tərəfində də tangents yazın, hesablaya bilərsiniz. Bu rahat yoldur. 22 nömrəli çalışma. 2 tangens arc kosinüs kökdə 2 böl 2 üstə gəl kosinüs 2 arc tangens 1 ifadəsinin qiymətini tapın. İfadəsinin qiymətini tapın. Baxaq. 2 vurulsun. Kosinüs kökdə 2 böl 2'ni pi böl 4'də alır. Tangens de pi böl 4'də 1'ə bərabərdir. Bu da üstə gəl. Bu arctangens 1'i pi böl 4'dür. Pi böl 4'ü 2'ye vuranda pi böl 2 eləyir. Kosinüs də 0. Aydınmı? Pi böl 2 də 0. O da bərabərdir 2. Cavab olacaq neçə? 2. Cevap 2. Açık sualdır. Cevap 2'dir. 23 nömrəli çalışmaya bak. 3 böl pi 3 böl pi sonra arc kosinüs menfi kökdə 3 böl 2 sonra üstə gəl arc sinüs kökdə 3 böl 2 plus arc tangens 1 böl kökdə 3 bərabərdir. Bu ifadənin qiymətini tapacaq uşaqlar. Bərabərdir. 3 böl pi. O da vurulsun. Açıram mötərizi. Bu kosinüs kökdə 3 böl 2'ni alır pi böl 6'da. Mənfi olduğuna göre uşaqlar pi'dən çıxacaq pi böl 6'nı. O da üstə gəl. Kökdə 3 böl 2'ni sinüs alır pi böl 3'də. 60 dərəcədə. Bir də üstə gəl. 1 böl kökdə 3. Kökdə 3 böl 3 deməkdir də tangens. Bu da alacaq pi böl 6'da. Pi böl 6'da. Bərabərdir. Şimdi baxaq görək. 3 böl pi. 3 böl pi. O da vurulsun. Şimdi gəl bunları hesablayaq görək. Pi bunlar gedirlər. Bu ne verir bizə? 3'də 4 pi. Buradan da pi'lər gedir. 3'lər də gedir. Cevap kaldı neçə? 4. Cevap burada 4'tür. 24 nömrəli çalışmaya da baxaq. 6 bölünsün pi. 6 böl pi vurulsun. Arc kosinüs menfi 2'də 1. Menfi 2'də 1. O da üstə gəl. Arc sinüs 2'də 1. O da üstə gəl. Arc kotangens. Kotangens 1 böl kökdə 3. Bu ifadənin qiymətini tapaq. Bərabərdir. 6 bölünsün pi vurulsun. Kosinüs 2'də 1'i alır pi böl 3'də. Mənfi olduğuna göre pi'dən çıxacaq pi böl 3'i. Üstə gəl. Sinüs 2'də 1'i alır pi böl 6'da. Bu da üstə gəl. Bu da deməli alacaq pi böl 6'da. Aydınmı? Kökdə 3 böl 3'i yox. Pi böl 6'da yox. Özür istəyirəm. Pi arc kotangensdə də deməli 24'də. Arc kotangens. Bəli, kotangensdir. Kotangensdirsə deməli bu alacaq pi böl 3'də. Pi böl 3'də. O da bərabərdir. İndi bunlara baxaq. Bunlar gedirlər. Burada 6 böl pi vurulsun. Bu da eləyir 6'da 7 pi. Elədir mi? Bunu ilə toplayıram da. Bunun 6'da 7 pi. Pi'lər gedir. 6'lar da gedir. Cavab qaldı neçə? 7. 24 nömrəli çalışmada. 25. 25'e baxaq. 25'də nedir? Tangens deməli arc tangens
31. 31. Üste gel sinüs. Bu da eləyir arc sinüs 0,2. O da üste gel. Kotangens. Bir de arc kotangens 29. Bu ədədləri toplayacaqdı burada. İfadenin qiymətini tap. Tangens, bu da tangens. Eləyir 31. Üste gel. Sinüs. Üste gel 0,2. Üste gel. Kosinüs. Kotangens. Başlayın. Burada kotangens. Bəli. Kotangens. Bu da kotangens. Bu da eləyir 29. Toplayanda neçə eləyir? 60 tam 12. Bunlar 60. 60 12. Sonra 26 nömrəli çalışmaya da baxaq. Kotangens. Arc kotangens. 42. Üste gel. Kosinüs, arc kosinüs. Orada neçədir? 0,4. 0,4. O da üste gel. Neçədir? Tangens, arc tangens 28. Tangens, arc tangens 28. Burada da kotangens, burada da arc kotangens 42'dir. Üste gel. Kosinüs, arc kosinüs 0,4 verəcək mənə. Tangens, hər ikisi tangens. Arc tangens 28. Bu da elədir 60, 70 tam 10,4. Cevap oldu orada 70 tam 10,4. Keçək indi deməli bu 27 nömrəli çalışmaya baxaq. 27 nömrəli çalışmaya. Burada ne deyir 27'de? fx beraberdir 3 arc sinüs x minus 3 bölü 2. Bu da üste gel 4 arc tangens kök altında x minus 3. Funksiyasının təyin oblastı AB aralığı olarsa parçada özü də AB parçası olarsa A vurulsun B hasilini tapacaq. A, B hasilini tapacaq. Bunu istəyir bizdən. Deməli bu funksiyanın təyin oblastını tapmaq lazımdır ki, sərhədləri bir-birinə vura bilək. Gəl belə yazaq, baxaq. Burada birinci x minus 3'ü bilirik ki, sıfırdan böyük beraber olmalıdır. Bu aydın məsələdir. Aydın mı? X böyükdür, beraberdir 3 olmalıdır. Bu belə. Burada arcsinus, burada x minus 3 bölü 2 ise mənfi 1 ilə 1 arasında olmalıdır. Tangens üçün fərqi yoxdur uşaqlar. Təyin olunma oblast. Aydın mı? 3'dən böyük, mənfi sonsuzluq, müsbət sonsuzluq. Orada qiymətli aldığı qiymətlər arctangesdən gedir. Mənfi sonsuzluq, müsbət sonsuzluq qiymətlər alır. Burada x özü 3'dən böyük beraber olmalıdır bu funksiyada. Arctangens kök altında da. Ona göre de burada belə olmalıdır x. Bu ifade. Bu kök altında x minus 3. Şimdi burada bu ise mənfi 1 ilə özü alır. 1 arasında qiymətlər almalıdır. Düzdürmü? Gel bunu əldə eləyək görək. Mənfi 2 kiçik bərabərdir x minus 3. O da kiçik bərabərdir 2. Buradan da hər tərəfinə 3'ü əlavə eləyəndə 1 olur. 3 əlavə eləyəndə kiçik bərabərdir 5 olur. Belə olur da elə deyilmi? 3 əlavə eləyəndə. Deməli burada da x 1 ilə 5 arasında qiymət alır. Aydındır mı? Deməli bax belə bir yazılış var burada. Bu 1 ilə 5 arasıdır. Alır bunları. Aydındır mı? Bax bunları alır. Ama burada ise 3'ü de alır. Aydındır mı? Kök altı ifadedir. Burada ise bundan böyükdür. Deməli belə çıxır ki, bu funksiyanın təyin olunma oblastı 3 ilə 5 parçasıdır. Burada da bizdən sərhədlərin hasilini istəyir də 3 vurulsun 5 istəyir. 15.
Cevap oldu 15 oldu. İndi də 28 nömrəli çalışmaya baxaq. 28. Kotangens 2'de 1 arc sinüs 13'te 5 üste gel. 2'de 1 arc sinüs 2'de 1 arc sinüs 13'te 12. Deyək ki, ifadənin qiymətini tapın. Burada fikir verin. İlkin növbədə gəlin bu 2'de 1'i çıxardaq mötərizə xaricinə. Sonra fikrimizi bildirək. 2'de 1 arc sinüs 13'te 5 üste gel arc sinüs 13'te 12. Bax, bura fikir verin uşaqlar. Ümumiyyətlə bu nə deməkdir? Bax, elə bil ki, deməli alfa bərabərdir. Tutaq ki, sinüs nəyə? Daha doğrusu 13'te 5 bərabərdir sinüs alfaya. Düzdürmü? Bu deməkdir də alfa nəyə bərabərdir? Arc sinüs 13'te 5'e. Bax, bu nə deməkdir uşaqlar? O da elə bil ki, deməli 13'te 12 bərabərdir. Arc yox, sinüs. Sinüs hər hansı bir bucaq. Tutaq ki, beta yazdım. Elədirmi? Şimdi fikir verin. Burada bax, bu 13'te 5 ilə 13'te 12'nin kvadratları cəminə baxın. 13'te 5'in kvadratı üstə gəl 13'te 12'nin kvadratı. Niyə bərabərdir? Məxrəc 169 elir. Yuxarıda da 5'in kvadratı üstə gəl 12'nin kvadratı. Bu da 169 elir. Elədirmi? Deməli 1'ə bərabərdir. Belə çıxır ki, sinüsün kvadratı alfa ilə kosinüsün kvadratı sinüsün kvadratı beta bərabərdir nəyə? 1'ə. Bu nə deməkdir? Bu o deməkdir ki, bunlardan biri məsələn sinüs beta kosinüs alfa deməkdir. Və yaxud da kosinüs alfa sinüs alfa kosinüs beta deməkdir. Ona görə də uşaqlar, bax, bunların hər hansı birinin əvəzinə, bax, burada belə yazıram. Kotangens 2'de 1. Məsələn, mən yazıram arc sinüs 13'te 5 üstə gəl arc kosinüs 13'te 5. Bax, bunun əvəzinə bunu yazdım. Və yaxud da bunun əvəzinə uşaqlar, bax, arc kosinüs 13'te 12 yaza bilərdim. Aydındır uşaqlar? Ona görə də buradan baxıb görürük ki, biz deməli arc sinüs eyni argumenti də 13'te 5, bu da arc kosinüs 13'te 5. Bu cəm nəyə bərabərdir? Pi bölü 2'yə. Deməli kotangens 2'de 1'i pi bölü 2'ye vuracağım. Aydındır mı? 2'de 1 vurulsun pi bölü 2'ye. Bu da elir kotangens pi bölü 4. O da elir 1. Bax, bu qayda ilə yazırlar uşaqlar. Bu kvadratları cəmini görməyiniz daha yaxşıdır. Keçirəm 29 nömrəli, 29 nömrəli çalışmaya. Uyğunluqlar verilib burada. Biz indi uyğunluqları burada yazaq. İzahatını verək görək. Burada nədir uyğunluqlarda? Baxaq. Deməli, birincidə verilib y bərabərdir sinüs x. Birdə verib y bərabərdir sinüs x. Ne deyir burada? Təyin oblasti, qiymətlər çoxluğu və ilə axır. Bir yerdə təyin oblasti verilib. Təyin oblasti buna aid deyil. Oradakı o mənfi 1 buna aid deyil. Bunun qiymətlər oblastıdır mənfi 1. Var mı orada qiymətlər oblasti? Bax, C variantı uşaqlar. Deməli, belə çıxır ki, orada C variantı bax 1'ə gedəcək. Bax, C variantı 1'ə getdi uşaqlar. Sonra ikinciyə də gəl baxaq. 2'də nədir? 2'də y bərabərdir. Arc kosinüs x'dir. Bunun burada nədir? Təyin oblasti bir də nədir? Qiymətlər oblastına baxaq. Deməli, burada təyin oblasti oldu. C variantı. Qiymətlər oblastını yazım. Onun yerini səhv yazmayayım. Qiymətlər oblasti. Bəli. İndi gəl baxaq. Deməli, arc kosinüsə. Arc kosinüs x-də uşaqlar
X burada deməli təyin oblasti nə olacaq bunun? Burada X 1 -1 alır da, elədirmi? -1-dən 1 parçasında alır. Deməli A variantı uşaqlar buna gedəcək. Aydındırmı? A variantı. A variantı bura gedir. Çünki burada X -1 parçasında olmalıdır. Kənarda ola bilməz. Çünki kosinusun özünün aldığı qiymətlər çoxluğu. Kosinusdan gedir. Arxı demirəm. Kosinus X-in aldığı qiymətlər çoxluğu nədir? 1 -1'dir. Aydındırmı? Ona görə də bunun qiymətlər çoxluğu olacaq -1, 1. Sonra nə var orada? Deyim, baxaq görək. Bir də qiymətlər çoxluğu var. Qiymətlər çoxluğu da arkosinusu bilirik ki 0 pi parçasıdır da, elədirmi uşaqlar? 0 pi parçasıdır. Bunun qiymətlər çoxluğu mənfisi olanda birdən deməli pi'dən çıxırdıq onu. Ona görə də bu parça da onun qiymətlər çoxluğu olacaq D variantı. Deməli bura D variantı da gedir 2'ye. 2'ye D variantı da gedir. Və ən nəhayət üçüncüdə nədir? Arc tangens X. 3 arc tangens X'dir. Bunun qiymətlər çoxluğuna baxaq. Arc tangens X. Deməli, qiymətlər çoxluğu bunun bu aralıq olmalıdır. -pi/2 ilə pi/2. Arc kotangens də nədir? 0-dan pi aralığı, kənarları almır. Burada arc tangensdən gedir. Bu hansı aralıqdır? Deməli, olacaq orada B variantı. Cavab oldu, burada da B variantı uşaqlar. Aydındır mı? Deməli, 1'e gedir C variantı, 2'ye gedir A ilə D, 3'e də gedir, deməli, arc tangensə də gedir hansı? B variantı. Keçirəm 30 nömrəli çalışmaya. Bu 29 idi uşaqlar. 30'a keçək. 30 nömrəli çalışmada nədir? Deməli 1'də nədir? Y bərabərdir kosinus X. Bunun qiymətlər çoxluğu -1 ilə 1 aralığıdır. Baxaq onu veribsə ki B variantı. Dərhal yazıram onu. B variantı. Aydınmı? Təyin oblasti da mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Bu da təyin oblasti yox. O aralıq yoxdur. Sonra ikincidə nədir? Arc sinus X. 2'də də Y bərabərdir arc sinus X. Bunun təyin olunma oblasti deməli -1, 1. Elədirmi? Baxaq. Təyin olunma oblasti. Bir də -1, 1. Aydınmı? -1, 1. Təyin olunma oblasti gedir bu. O hansı variantı? E variantı. Deməli 2'ye gedəcək nə? E variantı. 2'ye E variantı getdi. Sonra nə var orada uşaqlar? Qiymətlər oblasti var mı orada? Qiymətlər oblasti da var mı orada? Baxaq. Qiymətlər çoxluğu da var. Qiymətlər çoxluğunda bir də A variantı gedəcək uşaqlar. -pi/2, pi/2 parçasında baxılırdı ona. Ona görə də orada da A'nı da yazacaq. A variantı. 2'ye E ilə A variantı oldu. Üçüncüyə baxaq uşaqlar. Üçüncüdə nədir orada? Deməli 3'də Y bərabərdir. Arc kotangens X'dir. Aydınmı? Bunun qiymətlər çoxluğu 0 pi aralığıdır. Almır kənarları. Aydınmı? Kosinus da alır. Orada arc kotangensi də düzdürmü? Arc kotangens. Bəli. Amma arc kosinus da 0-dan pi-ni alır. Amma arc kotangens də almır bunları. Qiymətlər çoxluğu baxaq D variantıdır. Cavab orada D variantıdır. Deməli B, E, A, D burada hansı qaldı? C variantında nədir? Qiymətlər çoxluğu yox. Cavab oldu belə. Deməli 1'e gedir B variantı, 2'ye gedir E, A, 3'e də gedir D variantı. 31 nömrəli çalışmaya baxaq. Burada da yenə də uyğunluqları müəyyənləşdirəcək. Y bərabərdir. Yox, funksiyalar tək funksiya verilir. Deməli 1'də yazılır tək funksiya. Tək funksiya.
Tək funksiya. Vərəq yaxşı yazmır deyə. Ona görə deyə bu vərəq belə. Vərəqdən də belə olmağı. Deməli tək funksiyadır. Funksiya. Tək funksiya. Birinci buna baxılacaq. Tək funksiya. İndi baxaq, burada tək funksiya hansıdır? 31 nömrəli çalışmada. Deməli, sinus varsa sinusu götürəcək. Tangens. Deməli, 1'ə gedəcək C variantı. Tangens. Tək funksiya tangensdir. Deməli, hansı oldu orada? C variantı. 1'ə getdi C variantı. Sonra arcsinus x de təkdir. Uşaqlar. Orada B variantı da bura gedəcək. Yadınızda saxlayın. Burada arc kosinusla arc kotangens nə təkdir, nə cütdür. Aydındır? Sonra ikinciyə baxaq. İkincidə nədir? Cüt funksiya. Cüt funksiya. İndi orada kosinus varsa kosinusu götürəcək. Bəli, A variantı gedir. Burada A variantı. Sonra baxaq. Bu E variantına fikir verin uşaqlar. Bax, Y bərabərdir. Nədir orada? Deməli, belədir də Y bərabərdir. X kotangens X. Bax, bu da təkdir. Y bərabərdir. X funksiyası da təkdir. Y bərabərdir. Kotangens X funksiyası da təkdir. İki təkin hasili cüt funksiya verir bizə. Ona görə də uşaqlar, orada E variantını ikinciyə yazacağım. Cüt funksiyadır o da. Aydındır? Və ən nəhayət üçüncüyə də baxaq. Üçdə də nə təkdir, nə tək, nə cüt. Nə cüt. Mən burada sizə demişdim ki, arcotangenslə arcosinus nə təkdir uşaqlar, nə cütdür. Bax, burada arcosinus var. D variantı. O nə təkdir, nə də cüt. D variantı. Belə çıxır ki, deməli, tək funksiya kimi C, B variantı götürülür. Cüt funksiya kimi A, E variantı götürülür. Nə təkdir, nə cütdür, D variantı götürülür. 32 nömrəli çalışmaya bax. 32'də. Burada da həmin 31'ə uyğundur. Tək funksiyadır. Tək funksiyaya baxaq. Deməli, tək funksiya burada sinusdur əlbət ki. A variantı gedəcək bura. A variantı. Sonra tək funksiya kimi baxaq görək. C variantı var. Arctangens. Mən əvvəlcədən də dedim. Bu uyğunluqlara başlayanda da əvvəlki çalışmada da dedim. Deməli, arctangenslə arcsinus təkdir. Arcosinusla arcotangens nə təkdir, nə cütdür. Və burada C variantı da gedir bura. Aydındır mı? Deməli, A da gedir, C variantı da gedir bura. Hər ikisi gedir bura. Sonra, baxaq, deməli, cüt funksiya. Bu birincidir. İkincidə cüt funksiya. Cüt funksiya. Cüt funksiya, yəqin ki, kosinus varsa kosinusu götürəcək. D variantına fikir verin. D variantı cüt funksiyadır uşaqlara. Kvadrat var axı orada. Ona görə də D variantını yazıram. Biri D'dir. Sonra baxaq görək. Hansı funksiya var orada? Cüt funksiya kimi. E variantına da fikir verin. Orada tangens də təkdir. Sinus da təkdir. İki tək funksiyanın hasili cüt verir bizə. Ona görə də E variantını da burada götürürəm. 2'ye götürürəm. Və nəhayət üçüncüdə də yəqin nə təkdir, nə cüt? Nə təkdir, nə cüt. O da olacaq hansı funksiya? Arc kotangens. B variantı. B variantı. Deməli, 32 nömrəli çalışmada 1'ə getdi tək funksiya kimi A'nın C variantları, 2'ye getdi cüt funksiya kimi D, E variantı və ən nəhayət nə tək, nə cüt isə B variantı oldu uşaqlar. Və indi baxaq 33 nömrəli çalışmaya. 33. Bu da 33 nömrəli axırıncı çalışmasıdır.
bu mövzunun. Baxaq görək burada nə deyir? Deməli, funksiyalar üçün uyğunluğu müəyyənləşdirin. Yazıram, birincidə yazıram. Y bərabərdir pi üstəgəl arc sinus x. Burada uşaqlar qiymətlər oblastıdır, təyin oblastıdır. Aydındırmı? Bunları verib bizə. Funksiyanın təyin oblasti bunun bilirik ki, mənfi 1, 1'dir də. Elədirmi? Ona görə də onu baxım görüm. Mənfi 1, 1. B variantı. Buraya gedəcək B variantı biri. Bax B variantı. Bu B variantıdır. Sonra burada qiymətlər çoxluğu da var. Gəl qiymətlər çoxluğunu da alaq. Ondan sonra müəyyənləşdirək. Baxaq. Qiymətlər çoxluğunu necə müəyyənləşdirəcək? Biz bilirik ki, arc sinus x. Deməli, mənfi pi bölü 2. Bir də pi bölü 2 də alır da, düzdürmü? Qiymətlər çoxluğu. Gəl buradan üzərinə pi də əlavə eləyəndə nə verəcək bizə? Burada pi bölü 2 alınır. Burada da arc sinus x. Burada da 2'də 3 pi alınır. 2'də 3 pi. Deməli, pi böl 2 ilə, pi böl 2 ilə 2'də 3 pi. Var mı burada qiymətlər çoxluğu bu aralıq? Var, D variantıdır. Deməli, 1'ə B-dən əlavə D variantı da gedir uşaqlar. D variantı da gedir. Sonra, baxaq hansı çalışmasına? İkinciyə. 2'də nedir? 2'də də y bərabərdir arc cosinus x. Y bərabərdir arc cosinus x. Kök altındadır x. Bəli, kök altındadır x. X bilirik ki, sıfırdan böyük bərabərdir burada. Aydın məsələdə. Aydındır mı? Var mı orada sıfırdan böyük bərabərdir? Baxaq görək. Deməli, funksiyanın təyin oblasti. İndi bu sıfırdan böyük bərabərdir. Mən bu kökaltı ifadəyə görə verdim orada. E variantına fikir verin uşaqlar. E variantına. Bu ümumilikdə deməli, mənfi 1 ilə 1 arasında da burada əgər kökaltı ifadə yoxdursa, hər hansı bir tutaq ki, fx-dir. Elədir mi? Fx mənfi 1 ilə 1 arasında qiymət alır. Amma ümumi şəkildə burada x-in yerinə sıfırdan böyük bərabər yazılıb, deməli, yuxarı sərhəddə məhdud olmalıdır onun. 1 ilə məhdudlaşmalıdır bu. Aydındır mı? Buradan böyük ola bilməz. Çünki kosinusdur burada olaraq. Arc kosinusdur. Ona görə də bunun, deməli, təyin oblasti olmalıdır 0,1 parçası özü də. 0,1 parçası E variantı. Deməli, buraya gedəcək hansı E variantı? 2'yə E variantı getdi. Bax, 2'yə E variantı. Sonra nə var orada? Qiymətlər çoxluğuna da baxaq. Qiymətlər çoxluğu hansıdır? Arc cosinus x-dən. Baxaq, burada müsbət qiymətlər aldığına görə, deməli, ümumi şəkildə arc cosinus olsaydı köksüz, o 0 pi olurdu. Amma burada 0-1 aralığında qiymət alır axı. Ona görə də o 0 pi'yə daxil olan 0 pi böl 2 bu aralıq olacaq. Bu parça olacaq onun. Deməli, qiymətlər çoxluğu. Aydındır mı? Bu da orada hansıdır? Verilib orada C variantı. Bax, C variantı. Deməli, E ilə C 2'yə getdi. Və ən nəhayət üçüncüyə də baxaq. Deməli, üçüncüdə nədir? Üçüncüdə də Y bərabərdir. Arc tangens. Kök altında. Arc tangens x. Burada deməli, baxaq görək, hansı aralıqdır burada hindi? Deməli, B ilə D gedib, E ilə C də gedib, qalıb bir dənə A variantı qalıb da təyin oblasti. Bunun təyin oblasti kök altında müsbətləri almalıdır. A variantı gedəcək bura uşaqlar. Olacaq bu variantdır uşaqlar. Bəli, A variantı. Deməli, 1'ə getdi BD, 2'yə getdi EC, 3'ə də getdi A variantı. Bununla da
bu mövzunun çalışmalarını yekunlaşdırdım. Diqqətinizə görə sağ olun.